Cinsi əlaqə zamanı şiddətli ağrıların əsas səbəbləri nədir? Fizioloji səbəbləri nə aid ola bilər? Vaginal quruluq. Quruluq varsa, təbii ki, bu cinsi əlaqə ağrı verəcək. Quruluğun da səbəblərini öncədən danışmışdıq. Hormonal disbalans ola bilər, müəyyən dərman preparatlarının istifadəsi ola bilər, fizioloji olaraq misal üçün laktasiya dövrü ola bilər və yaxud doğuşdan sonrakı zahılıq dövrü ola bilər. Bu ərəfədə quruluq varsa, dispariniya olacaq. İkinci məsələ ola bilər ki, iltihabi proseslər, hər hansısa bir infeksiyalar, istər cinsi yolla keçən, istər bakterial vaginoz kimi, kandidoz kimi infeksiyalar fonunda da quruluq ola bilər və cinsi əlaqə diskomfort yaradar qadına, ağrı hissi verər. Üçüncü məsələ müəyyən patologiyalar, misal üçün endometrioz, uşaqlıqda olan miomalar, bəzən vulvodiniya olur səbəbi. Vulvodiniya ümumiyyətlə hal-hazırda, yəni tibbdə etiologiyası səbəbi bilinməyən bir vulvada ağrı hissidir. Adi belə taktil toxunduqda, vulvaya adi bir yaxma çubuğu ilə toxunduqda artıq qadında şiddətli ağrı yaranır. Bu vulvodiniyadır. Bu da təbii ki, cinsi əlaqənin ağrılı olmasına səbəb olar. Qızlıq pərdəsinin anatomik quruluşu, dediyim kimi bəzən rigid olur, qalın olur toxuma. O zaman ümumiyyətlə ilk cinsi əlaqə də belə ağrı olur. Psixoloji faktorlara isə nə aid ola bilər? Hər hansısa bir cinsi əlaqə ilə bağlı olan travmalar, zorakılıq keçmişi varsa, stres, depressiv vəziyyətlər və öz bədəni ilə bağlı qadında olan özgüvənsizlik hissi varsa, istər doğuşdan sonraki dövr ola bilər, ümumiyyətlə doğuşla əlaqəsi də olmaya bilər.